Hipertenziv krizlə müraciət edən hər xəstəyə həmən təzyiq dərmanı təyin olunmalıdırmı? Hipertenziv kriz bir anda yüksələn yüksək arterial təzyiq, onunla bərabər olan beyin əlamətləridir. Məsələn, müraciət edən xəstəmiz kimi yüksək arterial təzyiq, ürək bulanma, qusma, baş gicəllənmə, ürəkdə sıxılma, özünü müvazinəti saxlaya bilməmə, gözdən istaq əlamətlərlə müraciət etdi. Biz ona həmən təzyiq dərmanı təyin etmədik. Biz ilk öncə xəstənin kəskin proses yöndən araşdırılmasını etdik, yəni beyin görüntüsü istədik, eyni zamanda beyin damarlarını yoxladıq. Burada bir problem aşkarlanmadıqdan sonra xəstənin təzyiqini stabilləşdirib, digər risk faktorlarının araşdırılmasına keçdik. Yəni, digər orqan zədələnmələri və təzyiq yarada biləcəyi risk faktorları araşdırıldıqdan, eyni zamanda təzyiq xəstəliyi, təzyiqin özü bir müddət ərzində nəzarətdə saxlandıqdan sonra, təqib aparıldıqdan sonra, əgər ehtiyac olarsa, ondan sonra təzyiq dərmanı təyinatı vermək lazımdır. Əks halda hər bir təzyiq yüksəlməsinə ilk andan təzyiq preparatının təyinatı doğru yanaşma deyil.